Verilmiş iqlim diaqramının aid olduğu məntəqəyə aid doğru fikirləri müəyyən edin. Demək, biz bəndlərimizə nəzər salırıq. Şimal yarımkürəsində yerləşən məntəqəyə aiddir. İlk növbədə biz bunu necə müəyyənləşdirə bilərik, ona baxaq. Demək, burada biz iqlimin diaqramında biz temperatur göstəricisini görürük və gördüyünüz kimi burada temperatur göstəricisi yanvar, fevral aylarında, noyabr, dekabr daha aşağı, iyun, iyul aylarında isə daha yüksək qalxdığını görürük və demək ki, bu deməkdir ki, şimal yarımkürəsinə aiddir və bu bəndimiz doğru bənd olacaq. 2. Aqroqlim imkanları genişdir. Aqroqlim isə kənd təsərrüfatına yararlı demək olar ki, iqlim şəraiti, temperatur şəraiti deməkdir ki, və gördüyümüz ki, burada maksimum temperatur 0 dərəcə Selsiyə qalxır və bu ərazilər aqroqlim üçün imkanlar üçün geniş deyil. Aqroqlim imkanları üçün orta illik temperatur göstəricisi 10 dərəcə, müsbət 10 dərəcə Selsiyadan yüksəyə qalxmalıdır və bu bənd yanlış bənd olacaq demək ki, yaşamaq üçün çox əlverişlidir. Xeyr, iqlim gördüyünüz kimi çox soyuq bir əraziyə aid olduğuna görə bu ərazidə yaşamaq üçün əlverişli olmayacaqdır. Subekvator iqlim qurşağına uyğun gəlir. Subekvator iqlim qurşağı demək olar ki, il boyu isti olan bir ərazidir və bu ərazi gördüyünüz kimi bu diaqramdan bu yanlış bənddir. Qütb enlikdən, bəli, bu bənd gördüyümüz kimi qütb enliklərinə uyğun gələ biləcək bir bənddir və qütbə yaxın ərazilərdə isə qar xətti daha alçaqdan keçir. Bəli, bu da doğru bənddir. Demək ki, testin doğru cavabları 1, 5 və 6 bəndləri olacaq.